Bir ailə üçün yaxşı olan şey pul yığmaq və daha çox qənaət etmək. Bütün iqtisadiyyat üçün niyə pis ola bilər? Bu ziddiyyəti hansı makroiqtisadi anlayış izah edir və necə baş verir? Sual təkrar edirəm. Biz bilirik ki, iqtisadiyyatda belə bir şey var. Qənaət edən. Düzdür, bir ailə üçün, bir ev təsərrüfatı üçün yaxşı olan şey pul yığmaq, daha çox qənaət eləmək. Amma bu bütün iqtisadiyyat üçün pis ola bilər. Bu ziddiyyət, bu paradoks hansı makroiqtisadi anlayışla izah edilir və necə baş verir? Vaxt gedir. Sual təkrar edirəm. Bir ailə üçün yaxşı olan şey pul yığmaqdır, qənaət daha çox eləməkdir. Amma bu bütün iqtisadiyyat üçün bəzən pis olar. Bu ziddiyyatın səbəbi hansı makroiqtisadi anlayışla izah edilir? Sizden ses var. Eşitirəm. Burada aile üçün pul yığmaq və qənaət etmək ailənin xeyrinədir. Amma dövlət üçün əgər pul yığmaq düzgün şəkildə aparılırsa, yəni ancaq pul evdə saxlanılırsa, bu da iqtisadiyyat üçün birbaşa mənfidir. Çünki həm pulun dövriyyəsini azaldır, həm də ki, bazarda pul kütləsini azaldır. Bu da ki, əgər düzgün şəkildə yığım olsa amma, burada iqtisadiyyat üçün çox nə demək düzgün şəkildə? Düzgün şəkildə yığım olmasa deməkdir ki, yəni yığımın düzgün yapılması, evdə saxlanması yox. Bu bankda saxlanılması falan düzgün yığım. Amma belə evdə saxlanılması o iqtisadiyyata mənfidir. Bunun dövriyyəsini azaldır. Zaten ben dedim daha, bu iqtisadiyyatın mənfi təsir göstərir. Mən özüm bu sualı cavab verim. Zaten ben sizdən onun səbəbini tutulur. Bu mən dövriyyəsini Əgər biz onu hesablayırsa, siz desəyə qənaət edirsə, çox aşağıdırsa, bunun dövriyyəsini Cavab qəbul edelim. Sizdən cavab eşitirəm. Əcəb, sən cavab eşitirəm. Mənfi olmanın səbəbi olur ki, çünki o yığımların düzgün şəkildə investisiya olmuyor. İnvestisiya olunmadığı üçün bu dövriyyə elənilir və insanların malı qazanılmaq satılmağa başlayır. Bunu da yaşanan azaldığı üçün iqtisadiyyat üçün Teşekkür ederim. Növbəti suala keçirik. Növbəti suala keçirik. Sonra əsas cavab məcbur tələb azalır. Məcbur tələbin azalmasından sonra siz dediyiniz hadisələr başlayır. Dolayı yolla dediniz, amma qəbul edərsiniz. 0.5 edir. Teşekkür ederim. Növbəti suala. Növbəti suala. İqtisadi artımın en sağlam mənbəyi aşağıdakilerden hansılardır? 53. A. Dövlət xərclərinin
artması. B. Neft gəlirləri. C. Texnoloji tərəqqi və əmək məhsuldarlığı. D. Xaricdən borc almağı artırmaq. İqtisadi artımın ən sağlam mənbəyi hansıdır? Dövlət xərclərinin artırılması, neft gəlirləri, texnoloji tərəqqi və əmək məhsuldarlığı, D. Xarici borcun artırılması. Vaxt gedir. Allah şükür bu özüne selam olsun. Vaxtdır, zaten bırakta kalmıştı da şimdi bu iyi. Son 15 saniye. İnsansız kurtardı. Gayet. Bak abi. Bak. Yeşil rakı. Möhkəm danış, eşitdir. C variantında tam olarak nədir cavab? Və əmək məhsullarıdır. Teşekkür ederim. Sizin cevabınızı alın. Tərəqqi və əmək məhsuldarlığının artması ki, bu artmanın səbəb olan. Səbəb olur.